Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bundan sonra nə qədər ömrüm qalıbsa, onu ibadətlə başa vurmaq istəyirəm. Xəbər verilir ki, bu sözləri Aşıq Namiq Fərhadoğlu deyib. Xəzər axşamı verilişində qonaq olan sənətçi proqramlara qatılmağı vaxt itkisi hesab etdiyini deyib. Mən həmişə çalışmışam ki, ustad xeyir duası alım. Verilişlər o qədər önəmli deyil. Çox dəvət edirlər, amma mən hamısına getmirəm. 40 yaşım var. Bundan sonra istəyirəm ki, qalan ömrümü Allaha ibadətlə keçirim. Namaz qılım, oruç tutum. Bilirəm ki, verilişlərə çox qatılsam, yenə şeytana uyacam. O boş vaxtımda ondansa biraz daha artıq namaz qılaram. 1 milyon pul xərcləyib 10 il veriliş aparmışam. 100 tələbənin birini 100 manatdan hazırlayıb pul da verilişimə qoyurdum. Sponsor qəbul etmirdim, çünki mən heç kimin sözünü götürə bilmərəm.